Keçdik bir digər problemimiz, o da esse. Uşaqlar mənə belə bir sual verir, deyir ki, ay müəllimə, mən essenin strukturunu, yəni cümlə qurmağı bacarıram. Sadəcə olaraq həmin o essedə istifadə edəcəyim sözləri bilmirəm. Bunu necə həll edə bilərəm? Yəni bu problem o deməkdir ki, sizin söz bazanız yoxdur, ya da çox zəifdir. Söz bazasını təkmilləşdirməlisən. Demək olar ki, aşağı-yuxarı bütün esselərdə istifadə olunan ortaq sözlər var. Yəni ümumi sözlər var. O sözləri əzbərləməlisən. Günlük olaraq söz bazanı təkmilləşdirmək üçün söz əzbərləməlisən. Readinglər oxuyub tərcümə etməlisiniz. Yəni mən bunu dəfələrlə demişəm. Readinglərə oxuyun, tərcümə edin. Həm readingin suallarını yazın, həm də söz bazanız təkmilləşmiş olsun. Beləliklə də esse qurmaqda çətinlik çəkməyəsiniz. Yəni sənin söz bazan yoxdursa, o esseni I go to school deyərək, I read a book deyərək alındıramayasın onsuz da. Çünki nə qədər sadə cümlə qura bilərsən, sənin başqa bir fikrin ola bilməz. Yəni elə bu qədər dardır, yəni limitlidir bizim düşüncəmiz. Olmaz axı təbii ki, düzdür. Demək ki, söz bazanızı təkmilləşdirməlisiniz. Bu arada uşaqlar esse qruplarımız üçün qeydiyyat hələ də davam edir. Əlaqə nömrəsini onsuz da bilirsiniz. İstəsəz buradan dimdən də yaza bilərsiniz. Amma bu problemi dediyim kimi həll etməniz üçün söz bazanızı təkmilləşdirməlisiniz. Ərincək olmayın, alınacaq. Edəcəyiniz başqa bir şey yoxdur əlinizdə. Belə düşünün uşaqlar.